Hər kəsi salamlayıram. Kanalıma xoş gəlmisiniz. Bugün ən ideal bilincik necə hazırlanır, bilincik tortu necə hazırlanır sizə bir-bir izah edəcəyəm. Bütün lazım olan ərzaqları yığıram və başlayıram hazırlamağa. İstifadə etdiyim ərzaqların dəqiq ölçüsünü açıqlama hissəsində qeyd etmişəm. Oradan baxa bilərsiniz. Əvvəlcə yumurtaları yaxşıca çırpıram. Üzərinə şəkər tozunu, qabartma tozu, vanil, duru yağ, süd və unu əlavə edib yaxşıca qarışdırıram. Xəmiri yaxşıca qarışdırmaq lazımdır ki, topa-topa olmasın. Buna mütləq diqqət yetirin. Belə resept videolarını bəyənirsinizsə, kanalıma abunə olmağı və videoları bəyənməyi unutmayın. Rəylərdə isə fikrinizi mütləq bildirin, çünki fikirləriniz mənim üçün önəmlidir. Burada ən incə məqamları qeyd edəcəyəm ki, sizin tortunuz ideal alınsın və heç bir səhv etməyəsiniz. Videonu sona qədər izləməyi unutmayın. Ən son südü və unu da əlavə edirəm və xəmirimi yaxşıca qarışdırıram. Xəmir nə çox duru, nə də çox qatı olmamalıdır ki, bilinciklərimiz ideal alınsın. Bu reseptlə isə bilinciklərinizin ideal alınacağına əmin olun. Tam reseptdir xanımlar. Açıqlama hissəsində qeyd etmişəm və mütləq oradan baxa bilərsiniz. Xəmir hazır olduqdan sonra isə yapışmayan bir tavanı yaxşıca qazda qızdırıram. Qazın xodu isə nə az, nə çox olmamalıdır. Tam orta xodda olmalıdır ki, bilinciklərimiz gec bişməsin və ya yanmasın. Tam ideal vəziyyətdə alınsın. Yağ əlavə etməyə isə ehtiyac yoxdur, çünki xəmirin içində yağ var və yapışmayan tavada heç vaxt bilincikləriniz yapışmayacaq. Tavanı qazda tam yaxşıca qızdırdıqdan sonra bir çömçə xəmirdən əlavə edirəm və tavanın bütün hər tərəfinə yayıram. Və budur, ideal bilinciklərimiz hazırdır. Bunların hər biri əzilmir, dağılmır və çox ideal vəziyyətdə alınıb. İndi isə bilincik tortunu yığmağa başlayaq. Bütün ərzaqları hazırladım. İstədiyiniz meyvələri əlavə edə bilərsiniz. Mən çiyələk, kivi və banandan istifadə etdim. Krem üçün isə qaymaqdan istifadə etdim. Qaymağın içərisinə isə biraz maloko əlavə etdim. Siz əlavə etməyə bilərsiniz. Çünki maloko biraz kremi sulandırdı. Ona görə istifadə etməsəniz də olar. Və başlayıram bir qəlbin üzərinə bilinciklərimi bu formada düzürəm və yavaş-yavaş tortumu yığmağa başlayıram. Kremini isə lazım olduğu qədər əlavə edin, çünki daha artıq əlavə edəndə tort özünü tutmur. Bilincikləri qəlbə düzəndən sonra üzərinə kremi çəkirəm
və bilinciklərin arasına yenə krem çəkərək içərisinə meyvə doldururam. Büküb bir qat elə yığıram. Sonra üzərindən yenə bilincik, krem və meyvə sırayla əlavə edirəm. Bu reseptlə əmin olun ki, bilincik tortunuz ideal alınacaq və çox ləzzətli alınır. Dadı isə mükəmməl idi. Mütləq bu reseptlə hazırlayın. Tortu yığdım və ən sonda qalan bilincikləri isə belə bükürəm və tortum hazırdır. Soyuducuya qoyuram. Buzluğa qoymağa ehtiyac yoxdur. Bir gecə soyuducuda qalsın və çox gözəl alınacaq. Üzərini bəzəmək üçün isə çiyələkdən istifadə etdim. Siz zövqünüzə görə bəzəyə bilərsiniz. Kim hazırlayırsa nuş olsun. Gələn videolarda görüşənədək.